Esselamu Aleyküm, değerli kardeşlerim. İstedim sizlere Allah için kısa olarak hem özüme nəsihət, hem sizlere nəsihət için bugünlerde yayılmış bu fitneler hakkında kısa olarak bir fikir bildirim. Hansı ki bu meseləni də mən uzun bir vaxt araşdırırdım. Bu barədə açıqlama tapmaq üçün bir neçə alimlərlə də, bu məsələni bilənlərlə də məsləhətləşdim. Bu yaxınlarda özüm də Dubayda elmi dovradaydım. Orada bəzi şeyxləri gördüm. Xalid Ambar və Əhməd Ceylan, hansı ki Saudi Ərəbistandan gəlmişdi. Bir çoxları ilə həmçinin üz-üzə və belə məsləhətləşəndən sonra istədim ki, bu barədə mən də açıqlama verim. Bilirsiniz ki, son zamanlar əsasən İslam respublikalarını, yəni keçmiş Sovet respublikalarını hədəf alan bəzi çıxışlar yer alır. Bunu da ən çox gündəmə gətirən Sələf Forum adlı sayt mi deyək, nə deyək, Sələf Forumdur və bunun rəhbəri A'maşdır. A'maş ləqəbli, belə tanınır. Belə bir yeni bir bidət gətirməklə müsəlmanlar içərisində çox böyük bir fitnə salıb. Əsasən də ki, bu fitnəsi əlbəttə ki, ərəb ölkələrində bunun fitnəsinə çox gedənlər olmadı. Ərəb ölkələrində bu fitnəsini yaya bilmədi. Dərhal ona alimlər cavab verdilər və onu susturdular. Amma onun ən çox fitnəsi bu keçmiş Sovet respublikaları deyə, yəni İslam respublikaları, necə ki Şeyx Hüseyin İslam respublikaları adlandırır. Bu ölkələrdə yaydı və bu ölkələrdə bəzi onun bu batil fikrini gizlin dəstəkləyənlər və batil əqidədə, etiqadda olanlar və batil mənhəcdə olanlar bunu fürsət tapıb bu A'maş ləqəbli şəxsin arxasına gizlənərək bu fitnəni yaymaqla müsəlmanlar arasında parçalanmaya səbəb oldular. Əsasən nəinki parçalanma, çünki bu yayılan fikir çox təhlükəli bir fikirdir. Özdə görürsünüz, bu yayılan fikrin təhlükəli olduğunu bu yayanlar bildiyi üçün, yəni ölkəmizdə olsun, digər respublikalarda olsun, yayanlar gizli yayırlar və bəzən öz adlarını açıqlamırlar. Çünki özləri də bilirlər ki, bu çox təhlükəli fikirdir. Bu fikir əslində insanlar arasında yaşadığı cəmiyyətdə ixtilaf salmaq, müsəlmanları dövlət başçısına qarşı qaldırmaqla fitnə törətmək, bu fitnənin axırı çox pis, böyük bir təhlükəli bir fitnədir. Bu A'maş deyilən ləqəbli şəxs belə bir fitnə yaydı ki, müsəlman başçıları iki qismə bölünür. Şər'i müsəlman başçıları, qeyri-şər'i müsəlman başçıları və əsasən də ki, keçmiş Sovet respublikalarında müsəlman başçılarını qeyri-şər'i müsəlman başçıları adlandırır. Çünki bu təhlükəli rəy nə deməkdir? Yəni qeyri-şər'idirsə, deməli ona qarşı çıxmaq olar, güc olanda onları yıxmaq olar, devirmək olar. Hansı ki, bu xavariclərin etiqadıdır və xavaricliyin ən çirkin etiqadıdır. Əxbəth, ən çirkin yoldur. Çünki gizlin, baxın, nəyə başvururlar? Yenə gizlin. Bu hamısı hardan irəli gəlir? Yenə də ixvanlığa gəlib çıxır, Seyyid Qutubluğa gəlib çıxır, insanları gizli toplantıları təşkil etmək, insanları bir yerə toplamaq, bu fikirləri gizlin yaymaq və s. Bu belə bir fikir yaydı. Əfsuslar olsun ki, ölkəmizdə də bəzilər bu fikri müsəlmanlar arasına saldılar, fitnə saldılar, fitnə yaratdılar. Hansı ki, bu batil rəydir. Bunlara bütün İslam alimləri, mötəbər alimlər rədd elədilər ki, belə bir bölmə yoxdur. Müsəlman başçı, yəni şər'i müsəlman başçı, qeyri-şər'i müsəlman başçı, hamısını oranı rədd elədilər. Bu çirkin bir rəydir. Bunu da yayan əsasən də ki, yenə qeyd etdim ki, Sələf Forum və onun başçısı deyək, kim deyək, A'maş ləqəbli şəxsdir. Qardaşlar, bu çox təhlükəli rəydir. Bu xavariclərin rəyidir. Mən özüm də bir çox şeyxlərlə məsləhətləşdim. Özüm belə sual qoydum ki, bu sizcə təsəllül, yəni tədricən insanları hakimiyyətə qarşı qaldırmaq, fitnə salmaq, müsəlmanların qanının tökülməsinə gətirib çıxarmaq dedilər ki, bəli. Birbaşa deyə bilmirlər bunu, amma nə edirlər? Tədricən, gizlin, yəni qeyri-şər'i müsəlman başçıları deyərək əslində gizlin etməyə çalışırlar. A'maş belə bir forumda, Sələf forumunda belə bir şeyləri yayır, amma onunla xüsusi yazışanlara isə birbaşa xurucu görür. Dövlət hakimə qarşı çıxmaq, yəni hakimləri qeyri-şər'i adlandırmaq, nəyin qeyri-şər'i müsəlman belə adlandırmır. Çünki bu öz gizli şəxsi yazışmalarınızda başqa şeylə daha çox təhlükəli sözlər söyləyir. Ona görə qardaşlar, Sələf Forumdur, onun rəhbəri A'maşdır. Bu fikirlərdən uzaq durun. Bu xavaricliyin ən çirkin yoludur ki, müsəlmanları gizlin fitnəyə dəvət eləmək. Özünüz görmürsünüz, bugün İslam dünyasında nələr baş verir, müsəlmanların başına oyun açırlar, baxın Suriya, İraq və s. ölkələr müsəlmanları
fitnələrə cəlb elədilər. Belə şəxslərin sayəsində bu fitnələr baş verdi. Hansı ki, Misirdə baş verdi, Libiyada baş verdi, Tunisdə baş verdi, sonra Suriya, İraq harada davam edir. Müsəlmanları belə çirkin yollarla insanları üsyana qaldırdılar, fitnələr törətdilər. Bugün də uşaqlar ölür, qadınlar ölür, insanlar qırılır, müsəlmanlar ölür. İslam dünyasından nifrət yaranır, müsəlmanlardan nifrət edirlər. Deyirlər, budurmu müsəlmanlar bir-birini qırırlar? Orada işi dinc insanları öldürür və s. və yaxud da ki, özünə müxalif olan dindarları belə öldürür. Fərq qoymur insanlar arasında. O tərəfdən Cəbhət Nusra, Əl-Qaidə, nə bilim, nə qədər cəmaatlar. Baxın, görün, İslam dünyasını nə günə qoydular? Hansı ki, belə gizlin dəvətçilər, belə gizlin fitnəkarlar, bu gizlin fitnəkarların etdiklərinin nəticəsində, hansı ki, bu fikrin arxasında yenə də görüb çıxırsan ki, ya Yahudi əli var, ya Mason əli var, hansı ki, çirkin rəyləri var. Onlardan soruşmaq lazımdır. Bu fikirləri, bu fikirləri niyə yayırsınız? Sizin məqsədiniz nədir? İslam dünyasının başına gələn bu hadisələr kifayət deyilmi ki, belə çirkin rəyləri, hələ üstəlik əminamanlıq olan Azərbaycan olsun, digər respublikalar olsun, əminamanlıq olan yerlərdə bu çirkin fikirləri yayırsınız. Və yaxud da ki, öz əlaltılarınız vasitəsilə bunu yayırsınız. Və bu fikri yayanlar, hansı ki, bu fikri dəstəkləyənlər Azərbaycanda onlardan danışan. Nəyə görə bunu, əgər bu haqdırsa, nəyə görə bunu açıq-aşkar təbliğ eləmirsiniz? Özünüz də bilirsiniz ki, bu batıl rəydir, çirkin rəydir. Ona görə küncdə, bucaqda, sənə deyirəm, heç kimsəyə demə, ona deyirəm, o ona desin, bu buna desin. Əgər haqq rəydirsə, nəyə görə bunu açıq yaymırsınız? Özünüz də bilirsiniz ki, bu batıl rəydir. Ona görə qorxaraq bu rəyi yayırsınız. Və üstəlik, buna qarşı mübarizə aparanları fitnəkar adlandırırsınız, xain adlandırırsınız. Sələf foruma qarşı, onun rəhbəri Amaşa qarşı danışanları fitnəkar adlandırırsınız. Siz Sələf forumun, Amaşın bəlkə vəkilisiniz. Bəzilərdə var ki, açıq-aşkar bunu yaymır, mən buraya qarşıyam, amma görürsən ki, Sələf forum doğrudur, Amaş doğrudur, onu müdafiə edir. Kim, qardaşlar, Sələf forumdur, o Amaşdır, bu fikirləri yayınları müdafiə edirsə və ya onlara haqq qazandırırsa və yaxud da ki, Sələf forum və Amaşa qarşı danışanları fitnəkar adlandırırsa, bilin ki, bu şəxslər özləri bu etiqaddadır, bu mənhəcdədir. Sadəcə qorxurlar, özləri bu söz deməyə qorxurlar, yaymağa qorxduqları üçün alt aradan necə yayırlar? Orayı da mötəbərdir, o sələf forumda düzgündür, Amaş da düzgündür. Çünki nəyə görə? Özləri birbaşa yaya bilmədikləri üçün onları dəstəkləməklə müsəlman qardaşları o fikrə yönləndirirlər. Onlara açıq deyirəm, əgər bu haqq rəydirsə, sizə görə, nəyə görə bunu açıq demirsiniz? Əgər bir insan bunu gizli yayırsa, və ya deyirsə ki, mən qorxuram, deməli, bunun mənhəci batildir. Deməli, bunun niyyəti başqadır. Nə zaman ki, müsəlman fitnə soxmaq istəyəndə, yeni bir fikir ortaya atacaq, müsəlmanların arasını qarışdıracaq. Ona görə, qardaşlar, belə məsələlərdə, bəziləri elə məsələləri çox ciddi yanaşmırlar. Əşi, bu fikirdir, dedi, xeyr. Siz bilmirsiniz, belə fikirlər yayılanda nə qədər insanlar azır, nə qədər insanlar belə fikirlər nəticəsində gedib xavariclərə qoşulur, təkfirçilərə qoşulur, sonra səs soraqları Suriyadan gəlir, İraqdan gəlir, haradasa gedirlər, müsəlman qanı tökürlər, müsəlmanları öldürürlər, öz ailələrini tərk edirlər, uşaqları, həyat yoldaşları yetim qalır, fitnə fəsad törədirlər. Bu fikirlər çox təhlükəli rəydir. Bu fikirlər ki, müsəlman başçısı, qeyri-müsəlman başçısı, şəri cəhətdə müsəlman başçısı deyil, yəni ona qarşı çıxmaq olar. Və yaxud da ki, biz ona qarşı çıxmırıq, məsləhətə görə belə bir rəy yoxdur İslam dinində. Müsəlmandırsa, müsəlman başçısıdır. Şəri cəhətdə müsəlman başçısıdır. Ona qarşı çıxmaq olmaz, fitnə salmaq olmaz. Bu fikrə yayanların əsas məqsədi gizlincə xavaric etiqadını yaymaq, xavaricliyi gücləndirmək, təkfirçiliyi gücləndirməkdir. Ona görə qardaşlar, Sələf forumdur, onun başçısıdır və bu fikri yayanlar, bu fikri dəstəkləyənlər, Sələf forumu dəstəkləyənlər, Amaş kimi saxtakarları dəstəkləyənlər, fitnə əhlini dəstəkləyənlərdən uzaq durun. Ən azından Allahdan qorxun. Siz bu fikirlərə dəstək verməklə əslində nə qədər insanların zəhərlənməsində səbəb olacaqsınız və buna görə Allah təala sizə axirətdə soruşacaq. Burayı möhtəbər rəy miydi ki, sən bu rəyin arxasınca düşdün və bu rəyi yayanların arxasınca düşdün? Axı, alimlər bundan təhzir etmişdi, alimlər bundan çəkindirmişdi, bu rəy batıl rəy olduğunu bildirmişdi. Nəyə görə bu rəyin arxasına düşdün? Sən buna dəstək verməklə nə qədər insanlar, nəfsi zəif olanlar və ya xavariclər, təkfirçilər bundan istifadə edəcəklər. Deyəcəklər, görürsünüz, biz deyən haqq idi.
nə qədər elmi olmayan, savadsız, o dərəcə incəliklər bilməyən gənclərimizi dindarlar azdıracaqlar. Sonunda nə olacaq? Təkfirçilik, xavariclik. Bu təkfirçilik xavaricliyin qapısıdır. Özü çox çirkinidir, əxbəth yoludur. Ona görə də bu fikri yayanlar, Sələf Forum, Amaş, bu fikri ölkəmizdə yayanlar, başqa ölkələrdə yayanlar və ya gizlincə dəstək verənlər və yaxud da ki, mən bu rəydə deyiləm, amma bu rəy də mötəbərdir deyənlər və yaxud da ki, Sələf Foruma qarşı çıxış edənləri, Sələf Forumundan təhzir edənləri, Sələf Forumun başçılarından təhzir edənlərə qarşı fitnəkar adlandıraraq insanları ona qarşı qaldıranlardan da uzaq olun. Çünki onlar birbaşa bu rəyi dəstəkləyə, bu rəyi yaya bilmədikləri üçün əslində Sələf Forumu və Amaş kimləri, saxtakarları dəstəkləməklə əslində o rəyin yayılmasını istəyirlər. Qardaşlar, özünüzdən, ailənizi qoruyun. Sən bugün bu rəyi yayarsan və ya sən bugün bu fitnəyə düşərsən, yaxşı, sabah sənin evlatların buraya düşsələr, o zaman peşman olmayacaqsanmı? Məyər peşman olmaq üçün sənin başına mı gəlməlidir nəsə? Öz ailənin, evladlarının başına mı gəlməlidir peşman olmaq üçün? Alimlər deyirlər ki, bu batil rəydir. Müsəlman başlarını şəri cəhətdən müsəlman başçısı, qeyri-şəri müsəlman başçısı bölmək batil rəyidir, xavariclərin rəyidir, təkfirçilərin rəyidir və gizlincə dövlət başçısına qarşı çıxarma, insanları fitnəyə, üsyana qarşı çıxarma, üsyana çağırma, fitnəyə çağırma, qan tökülməsinə çağırmaq kimi çirkin rəyidir. Çünki bunun altında əsas məqsəd budur. Ona görə də qardaşlar, ehtiyatlı olun. Bu fikri yayanlar, bu fikri dəstəkləyənlər, bu fikrə mötəbər deyənlər, bu Sələf Forum və onun rəhbəri Amaşı dəstəkləyənlər, onu müdafiə edənlər bilin ki, özləri açıq deməsələr də bu rəyin yayılmasını istəyirlər. Qorxduqları üçün susurlar. Çünki ixlas yoxdur. Əgər sən ixlas sahibsənsə, əgər sənin bu rəy haqdırsa, açıq niyə demirsən, gizlin aparırsan bunu? Və ya Sələf Forumu və ya Amaşı dəstəkləməklə. Deməli, əslində bu fikrin yayılmasını istəyirsən. Qardaşlar, Allaha şükürlər olsun. Yəni, heç kimsə öz nəfsini tərifləmək istəmir. Əlhəmdülillah. Tərif ancaq Allahadır. 13 ildir Azərbaycandayıq. Yəni, mən şəxsən 13 ildir bu dəvətin içərisindəyəm. Nə qədər belə insanlar görmüşük. Birbaşa yaymırlar, gizlin yaymaya çalışırlar. O rəyi dəstəkləyərək, əslində, vaxtı ilə biz bəzi məsələlərdən çəkindirəndə, bəzi müsəlman qardaşlarımız laqeyd yanaşırdılar. Yox, bu nədir? Bu məsələni çox şişirdirsiniz. Amma sonunda bəlaları gördülər, müsibətləri gördülər. Nə qədər insanlar azdır. Hansı ki, vaxtında belə çirkin şeylərin qarşısı alınmalıdır. Çünki insanlar eyni deyil, sənin kimi deyil. Bəzilərin nəfsi zəifdir, bəzilərin elmi yoxdur. Bu çirkin rəyi yaymaqla, bu Sələf Forum, onun rəhbəri və ya onun uzantıları, bu fikri yayanlar, bu fikri dəstəkləyənlər, bu fikri yaymağa qorxub Sələf Forumla Amaşa dəstək verənlər əslində dolayısı yolla o fikrin yayılmasının tərəfdarlarıdır. Bunlar hizbiçilərdir, bunlar ixvanlardır, bunların niyyəti müsəlmanları parçalamaqdır. Bilmirsiniz etiqadda ki, müsəlmanlar arasında parçalanma yaratmaq, fitnə salmaq olmaz. Başınızı qaldırın, heç olmasa baxın dünyada baş verən hadisələrə. Görün müsəlmanları belə çirkin dəvətçilər sayəsində müsəlmanlar nə hala düşdü, nə günə düşdü. Allah qorusun bizləri, ailəmizi, övladlarımızı, uşaqlarımızı, vətənimizi, insanlarımızı Allah təala bizləri sabit eyləsin. Uca Allah bizləri qorusun, sabit eyləsin. Bu doğru yoldan ayırmasın bizləri. Fitnələrdən uzaq eyləsin. Amin.